prezidentimizdən xahiş edirəm, qurumlara tapşırsın, kənd təsərrüfatından maraqlansın, cəmaatın içində olsunlar. Usulda, kresloda mən çox gəzmişəm. Kresloda fızlanmaqla iş keçməz. İnsanların içində olsunlar, insanların maraqlansınlar, nə problemləri var. Vətəndaşın dilindən deyilən bu söz yetərlidir ki, bəzi məmurların kəndlinin əməyinə verdiyi qiyməti biləsən. Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində məhsuldarlıq planlarından danışmağa davam edir. 1 hektardan 50 sentiner pambıq götürmə hədəfi səsləndirilir. Nazir bildirir ki, bu il 36 sentiner nəticə əldə olunub və bu ölkə tarixində nadir göstəricidir. Lakin kənd təsərrüfatı rəqəmlərlə yox, torpağın real vəziyyəti və fermerin yaşayış səviyyəsi ilə ölçülür. Öz cibinin pulu əlinin qabarı ilə pambıq əkib az təsərrüfat MMC-yə müqavilə yolu ilə məhsul verən bir qrup vətəndaş 7 aydır ki, pullarını ala bilmədiklərinə görə etiraz edirlər. Ümumiyyətlə, pambıq məntəqələri məhsulu qəbul etdikdən sonra ödənişlərin gecikməsi ciddi problemə çevrilib. Bəzi məntəqə rəhbərləri dünya bazarındakı qiymət dəyişikliklərini bəhanə kimi göstərirlər. Açıq şəkildə pul yoxdur deyən strukturlar da var. Fermer üçün isə dünya bazarı inflyasiya göstəriciləri maraqlı deyil. Öz zəhmətinin haqqı vacibdir. Nadir, Səmər rayonunun Qızlar kənd sakini. Az təsərrüfat şirkəti ilə müqavilə əsasında 7 hektar elə bir cəmaatdan 1 illik icarə şəklində torpaq aldım. Kredit götürdüm, torpaq aldım. Dedim, xeyir eləyərəm, qazanc eləyərəm, dolanaram. O minvalla əkdim, əziyyət, zulümlə bezərdik, pamığı təhvil verdik bura. Yəni, halaq pulunda yadında da heç bir köməklik olmadı bizə. Hamısı şəxsi büdcəmizə, borcla, həyətimizdə olan bir iki heyvanımızı satdıq ki, cəmaatı işlətmişik, pulun verməliyik. Qadın da əziyyət çəkib, qız dərəcə sizə işləyir. 7 aydır mən bura gəlib getməkdən yorulmuşam. Maşınlara pul verməkdən yorulmuşam ki. Ondan bundan, qonum qoşudan pul alıram ki, taksi tutub bura gəlirəm ki, pulumu alım, cəmaatın aparım, borcum verir. Dövlətə kredit götürmüşəm, borcum var. Ayın onundan bugünkü günə qədər heç bir kreditimdə geçişmə olmamışdı. Orada tər tapıb düzəldib vermişdim. İndi gücüm çatmır, verə bilmirəm, geçişməyə düşmüşəm. Deməyəm onlarda bütün Azərbaycanda demək olar lazımı dövlət qurumlarında da olmuşam. Yəni hamısı oturur, biz gecün arxin olun, köməklik xəbər eləyəcək, pulunuzu verəcək. İndi mən deməyim o ki, çox xahiş edirəm. Bir dənə mən demək olar ki, cənab prezident qalıb. Yəni bütün vacibi qurumlarda, dövlət müəssisələrində olmuşam. Hamısı oturur deyir ki, narahat olmayın, pulunuz veriləcək. Mən başa sala bilmirəm ki, narahat deyəndə biz boğuluruq, bizə köməklik lazımdır. Pulumuz vaxtında verilsin ki, biz də borc yerlərindən borcumuzu verək, kiminsə yanında üzü qara qalmayaq. Biz də buradan səslənilən bir dənə ümidim cənab prezidentədir. Xahiş edirəm, bu kənd cəmaatının çox xahiş edirəm. Bu qədər əzməsinlər, buradakı şirkətlər, bu qədər cəmaatın əziyyətin bada verməsinlər. Xahiş edirəm cənab prezidentimizdən. Yəni, bu orta təbəqə görürsünüz, bunlar da müəyyən qədər işləyəcəklər, müəyyən qədər bunların gücü çatır. Bu gənc nəsil, bu əziyyətə, bu gənc nəsil var ha, açığı sizə deyim, bu elin, kəndin, obasını sevən bir şəxs kimi. Yəni, gənc nəsilimiz bu əziyyəti görüb, uşaqlarımız yoxdur, hamısı qaçıb ora-bura, işsizliyin əlindən. Yəni, kənd cəmaatın bu qədər ucuz tutmasınlar. Kənd cəmaatı, şəhər də o bilsin ki, kənd cəmaatının zəhmətin olmasa, şəhər də olmaz sabah 5 gündən sonra. Yəni, cəmaatın zəhmətinə, əziyyətinə qiymət verilsin. Kənd təsərrüfatına dəfələrlə zəng eləmişəm. Kənd təsərrüfatı düzdür, zəng eləyən kimi götürür. Ancaq nə olsun? Yəni, nəticədə bir köməkliyi olmur. Sarxanbəyli Moranlı Sovetliyi, Aztəkəli Məhsullətəsinin orada məntəqəsi var. Ora pambıq əkib becərmişik, öz pulumuzdan becərmişik, hamı kreditə girir, pambığı becərib, yığıb yüksək səviyyədə təhvil verilir bura. Bizə həmin pambıqsına 1 manat pulu verildi. Nə pambıq əkmişsiniz? 30 hektar pambıq əkmişik, 3 nəfərə. Neçə hektar götürmüşsünüz? 92 ton pambıq əkmişik, onun 53 ton pambığı əllə yığmışıq, 53 ton da pambığı əllə yığmışıq, onun üçün bu fəhlə pulu lazımdır. Bunu cibimizin pulundan, dövlətdə vermişik, cibimizin ödəmişik. Bizim hal-hazırda oktyabrdan bəri pulumuzu tələb edir, 53 gün 444 pul vermədilər. Oktyabrdan bəri gündə 50 dəfə gəldi, Bakıda bizə bax,
Mən xahiş edirəm ki, Bu müəssisəyə müraciət eləmişsiniz. bəli, dəfələrlə şifahi mədəsi, dəfələrlə Nə gəlmişik. deyirsən müsaade? Heç bizə baxan yoxdur. Lan müəssisədə nə deyirlər? Heç nə, büyük səhər bizi keçən ki pambığı, 2024 pambığı, oktyabrın 25'i verirlər, 25'i verirlər, bir ildən sonra verirlər. Burada pambığın pulu. Becerdinizdən nə qədər ala bilmişsiniz? Heç bir manat alamamışıq. Nə halak pulu verirlər bizə, öz bəsarətlə becerim vermişim bura. Bir manat pulu alamamışıq. Mən xahiş edirəm ki, Cənab Prezident bizim işi nəzarətə götürsün, bizə kömək edəsin. O Cənab Nazir Məmmədov və nazirlik başa düşməlidir ki, kənd təsərrüfatı sadəcə statistika hesabatı deyil. 36 sentiner göstəricinin arxasında günəş altında işləyən, borcla yaşayan, kredit yükü daşıyan insan var. Əgər həmin insan zəhmətin haqqını vaxtında almırsa, istənilən məhsuldarlıq artımı dayanıqlı olmayacaq. Yəni, nazirimiz üçün 50 sentiner planı elan etmək asandır, amma 36 sentinerin pulunu vaxtında ödəmək idarə etmənin əsl imtahanıdır. Əgər bu imtahandan keçilməzsə, ən gözəl planlar belə kağız üzərində qalacaq. Kəndli torpağa inanmırsa, pambıqçılığın gələcəyi olmayacaq. Torpaq inamla əkilir, statistika ilə yox.